Bəli, bəli. Zəhmət olmasa kofenizi hazırlayın, gəlin. Çünki bu video çox maraqlı olacaq. Nə də xəbər olsun da yəni. Xəbər deyil bu icazə. Sus be. Buradan duranda dedim ki, mənə maraqlı bir sürpriz nə olacaq görəsən? Bəli, biz buna baxacağıq. Saat 3'dür. Çox tez hazırlanmış kimi oldum biraz. Hello, kanalıma xoş gəlmisiniz. Mən kofemi falan hazırladım və siz də zəhmət olmasa kofenizi hazırlayın, gəlin. Çünki bu video çox maraqlı olacağını bilirəm. Bir sürprizimiz var. Bu sürpriz əslində nədir? Sürpriz bir videodur. Əslində çoxdan da bununla əlaqəli bir şey danışmaq istəmirdim. Sadəcə bundan öncəki bir videoda demişdim ki, ən yaxın dostlarımdan birinin nişanıdır. İnşallah o nişana gedəcəyik və bu vaxta qədər çox belə böyük bir şey paylaşmaq falan istəmirdim bir yerdə. Xatırlayanlarınız varsa ilk videomda dörtlü bir qız qrupu var idi. Mən, İradə, Aynur və Firayə. Bugün o sonuncu Firayə. Əslində sonuncu deyil, o böyüklərimizdən biridir. O qrupun ən balacası mənəm məsəl üçün. Firayənin nişanıdır və bugün artıq aramızdan biri nişanlanır. Çoxmu böyüdük? Böyümədik. Hələ mənim 22 yaşım var yəni. Məncə çox böyüməmişik, amma yəni məsələn çox görürdüm ətrafda sinif yoldaşlarımdan, qrup yoldaşlarımdan evlənənlər, hətta bəzilərinin uşaqları belə var və s. Amma belə birinin artıq 4 ildir universitet həyatında bütün anıları, bütün xatirələri bölüşdüyün birisinin nişanlandığını görmək və ora getmək çox fərqli hiss elətdirir əlbəttə. Mən kofemi falan içəcəm, birazdan salona getməliyəm, makyaj elətdirəcəm, saçımı falan toxunmuram. Önemli bir dənə o məsələ var ki, mən adapterla tripodu unutmamalıyam. Çalışdım sadə bir paltar olsun, amma mənim sadə anlayışım o qədər şey deyil, yəni dümdüz sadə bir paltar deyil. Təbii ki, normal bir şey eləməyə çalışdım. Paltarımı falan da sizə göstərəcəm, o öz yerində onsuz da. Bir dənə makyaj elətdirməyə gedəcəm, bir yarım saatlıq 40 dəqiqəlik bir işdir o. Ondan sonra da hazırlaşıb, geyinib falan çıxacağıq və siz də məndən gələcəksiniz. Bu tripodu qətiyyən unuda bilmərəm mən, çünki ağlımda o qədər Reels fikri və ya YouTube üçün vlog falan çəkməliyəm, o qədər fikir var ki, yəni hal-hazırda beynim çox qarışıqdır, amma həll eləyəcəyik və siz də məndən gəlirsiniz. Davay getdik. Makyajım artıq hazırdır. Bizim klasik toy, nişan makyajları və Nigarın həmişə elətdirdiyi o makyajdır bu artıq. Nəysə, makyajım hazırdır. Saçımı özüm həll eləyəcəm. Ona görə saçımı orada elətdirmək falan istəmədim. Çünki burmuram, bir şey eləmirəm. İndi hələ ki vaxtımıza var. Saat 3'dür. Çox tez hazırlanmış kimi oldum biraz. Ustasının da əli çox sürətlidir və həqiqətən qəşəngdir. Yəni mən bəyənirəm açığı. Sürətli olması və yaxşı olması avantajdır mənim üçün. İndi birazdan, hələ biraz dincəlim. Bir yarım saat kimi videolar falan düşünməliyəm ki, nəyi necə çəkəcəm. Telefonumu da zaritqaya qoymalıyam. Ondan sonra saçımı düzləşdirəcəm və siz yəni onsuz da məndənsiniz. O başqa bir məsələdir. Və birazdan da hazırlaşıb çıxacağıq. Çox ehtimal 5'in yarısı 5'də falan çıxacağıq ki, 6'ya qalmış falan orada olaq. Aynur tez gələcək. İradə də işdən sonra salondan gələcək buramı. Onun biraz necə gələcəyi naməlumdur. İnşallah tez bir zamanda gəlib çatar, çox gecikməz. Qayədə onsuz da gəlinimizdir, o heç. Neysə, belə. Birazdan gələcəyik. Görüşərik birazdan. Seni çağırmışam. Daha doğrusu çağıracağım. Və hazırlaşıb gedirik. Necə görünürəm. Mektup. Bəli, bəli. Mutlu, Ferdi Bey ve
ikinci vlogun ikinci günündən hər kəsə salamlar. Həmin günü sonu çox yorğunçuluq olduğu üçün onu çox da çəkib paylaşa bilmədim təəssüf ki. Amma bugün fərqli bir şey, fərqli deyil də uzun bir müddətdir görmədiyim dostumu görməyə gedirəm. Əslində bu vlog bəlkə də uzun müddətdir görmədiyim dostlarımı görməklə əlaqəli olmuş ola bilər. Fidanı görmürdüm çox uzun müddətdir. Yəni həqiqətən çox bir aydan çox olar. 2 aya yaxın olar ki, Fidanı görmürəm. İndi Fidan gələcək və Fidanla çıxırıq. Coffee date falan bir şeylər eləyəcəyik, bir görüşəcəyik. Çox ani şəkildə oldu. Ona görə də çox sportiv bir formada geyindim belə. Baxın. Nəysə, gedirik Fidanla görüşməyə. Fidanla görüşdüm. Fidan xanım. Arkadaşlar neresinden başlasam yastayım. Tarot kartlarımı getirdim. Bəli, biz buna baxacağıq, düzdür mü? Reklam değildir. Allah'a inanın, namaz kılın, dua edin arkadaşlar. Bunlar çok Özü namaz qılıb gəlib. namaz kılın. Tarot kartlarımı getirdim. Nasıl? Geç, bilirəm, burası da. Bilmedim. Azerbaycan'da doğulmağın problemleri, saat problemi. Birazdan gələrəm. Hadi tamam, bay Biz bay. yetişkin insanlarıq, öz pulumuzu kazandırıq. Bəli. Hələ də saat açıqı veririk ailəmizə. Yenə də xəbər olsun da yəni. Xəbər deyil bu icazə. Sus be. Allah kahretsin. Fidanla biraz gəzdik, elədik. Ən sonunda yəni bol-bol söhbət elədik. Ona görə artıq telefona əlimə ala bilmədim və bilirsiniz ki, yəni ümumi olaraq bu şeyə çox inanıram. Əgər yanında söhbət edərkən keyf aldığınız insanlar varsa və onlarla söhbət edirsinizsə, təbii ki, telefon baxmağa belə vaxtınız, necə deyim, hər hansısa bir ehtiyacınız olmur. Məndə də eyni o oldu. Ona görə telefonu heç yadıma belə düşmədi ki, açığı telefona baxım və vlogu da bir hissəsini orada unutmuşdum. Bayaq gəldi, bizə təkrardan söhbət elədik və s. Söhbətin davamı bizim evdə oldu. Açığı çoxdan bir ay yarımdır, 2 aydır falan görmədiyim birisi idi. Darıxmışmışam, onu anladım. Son dönemlerde biraz evde karantin dönemine girmiş gibi bir şey oldum. Uçak modundaydım. Fidan Değir Manifest'in bir mahnısı var, uçak modunda falan bir şeydi. Tam dinləməmişəm açığı. O mahnını tapsam buralara falan qoyarım. Arkada təbii ki mənim daskam var idi. Onu aradan qaldırdım. Neysə, maraqlıydı mı? Təbii ki maraqlıydı. Mən bir də uzun müddətli sevdiyim dostları görməyəndə, uzun müddət sonra onları görəndə və s. çox duyğulanıram və sevgimi necə ifadə edəcəyimi bilmirəm. Ona görə bəzən sonradan onlara yazıram ki, çox xoş keçdi mənim üçün də və s. duyğularımı almışdım. Fikirlərimi toplamağım və s. ehtiyac var idi. Bəlkə də son dönemlərdə YouTube-a o qədər çox video ata bilmirdim, çox fikir tapıb nəsə çəkə bilmirdim və s. Amma anladım ki, artıq yenidən geri dönmək lazımdır. Son bir ayda əslində biraz karantin moduna girsəm belə produktiv bir dönemin içindəydim. Əlimdən gəldiyi qədər bir şeylər eləmək istəyirəm. Gələcək zamanlarda bu əslində öz bəhrəsini verəcək. Nə olsa sizlərlə bölüşəcəm. Belə maraqlı bir şey olmuşdu. Fidan getdi su almağa, çox qəribə bir an yaşandı. Pəncərə açıq idi və pəncərədən birisi yaxınlaşıb gördüm, qarşıdakılara da gül verirlər. Çox qəribə oldum. Yəni xoş oldu ki, kimsə kiməsə gül verir və s. çox xoşuma gəldi və digər xanımlara da verilə biləcək bir hədiyyə imiş əslində. Və mənə də elə bir hədiyyə verdilər. Belə göstərim sizə. Belə oy. Ay çok sağ olsunlar. Tabii ki здравствуйте, это вам. Ben de dedim Azerbaycan'da dedim ki hiç ihtiyaç. Neyse dedi ki tamam. Ben de dedim spasibo. Yani en sonunda götürdüm. Bəzən hədiyyələri də qəbul etmək lazımdır. Bəzən sizə verilən hədiyyələri həqiqətən qəbul etməlisiniz. O anda bəlkə də buna ehtiyacım var idi. Bilmirəm, çox qəribə oldum. Həqiqətən çox xoş gəldi. Əgər bu video kiminsə qarşısına çıxarsa, ümumiyyətlə çalışın bir-birinizə həmişə hədiyyə verin və anidən gələn hədiyyələri və mən bugün əslində belə bir şey yarandı. Bugün mən deməli səhər yuxudan duranda dedim ki, mənə maraqlı bir sürpriz nə olacaq görəsən, xoşuma gələn bir sürpriz nə olacaq bugün və bunu dedim.
və oyandım. Gün ərzində bir çox sürprizlə qarşılaşdım. Anidən Fidandan görüşmək və s. valideynlərim məndən əlaqə saxlayıb xoş bir şeylər demələr və s. və günün sonunda belə bir günün belə bir günün verilməsi və s. daha da sürpriz oldu. Ona görə çox xoşbəxtəm. Həyatdan nə dilədiyinizə çox-çox fikir verin və çalışın həmişə pozitiv bir şeylər düşünün, pozitiv bir şeylər diləyin. Bu günlük bu qədər. Gələn videolarda görüşəndək ümid edirəm ki, videomu bəyənmisiniz. Ümid edirəm ki, xoşdur sizin üçün videoları izləmək. Videonu bəyənməyi, kanala abunə olmağı, fikirlərinizi məndən bölüşməyi qətiyyən unutmayın. Hər birinizi çox sevirəm. Gələn videolarda görüşəndək. Bay bay.